Salam, hörmətli müəllimlər və əziz şagirdlər. Bu günləri sizlərə ədəbiyyatdan Şifa xalq ədəbiyyatı bölməsinə daxil olan Cəhərgah əfsanəsinin izahını təqdim edəcəm. Əvvəlcə əsərin oxunuşuna həyata keçirək. Qədim zamanlarda bir alim yaşayırdı. O, öz gözəl əməlləri ilə xalqın rəğbətini qazanmışdı. Əvvəlcə Cəhərgah əfsanəsini izah eləməmişdən əvvəl haşiyə çıxaraq belə bir məlumat verim ki, əfsanələr müasir dövr insanının fantaziya, eyni zamanda qeyri-adi hesab etdiyi hadisələr əfsanələrdə canlandırılır. Yəni, müasir dövr insanının düşüncəsinə görə uydurma, fantaziya, hesab olunan hadisələr əfsanələrdə cəmləşir. Əfsanələrdə insanlar rahatlıqla daşa çevrilə bilir, güllər, çiçəklər, heyvanlar dil açıb danışa bilir. Bu, əfsanələri digər şifa xalq ədəbiyyatı janrlarının digər nümunələrindən fərqləndirən əsas cəhətlərdən biridir. Və həmin əfsanələr, yəni şifa xalq ədəbiyyatının nümunəsi olan əfsanələr, şifa xalq ədəbiyyatının epik növünə daxil olan ən qədim janrlardan biri hesab olunur və əfsanələrin 4 növü var. Zoonomik əfsanələr, toponomik əfsanələr, kosmogonik əfsanələr, etnomik əfsanələr. Zoonomik əfsanələr heyvanlarla bağlı olan əfsanələrdir ki, bura ququşu, qızıllan, turac, şanapipik əfsanələr daxildir. Toponomik əfsanələr yer adları ilə bağlı olan əfsanələrdir. Bura beş barmaq dağı, Sanqaçal, Dədə Günəş, Dəmirqaya əfsanələr daxildir. Etnomik əfsanələr tayfa xalqlarla bağlı olan əfsanələrdir ki, bura Oğuz Bayat əfsanələr daxildir. Kosmogonik əfsanələr isə səma cisimləri ilə bağlı olan əfsanələrdir. Bura Ay və Günəşin əfsanəsi daxildir. Yəni, əfsanələr dedikdə, məhz əfsanələrin növləri dedikdə bunlar nəzərdə tutulur. Keçək əsərin oxunuşuna, yəni Cəhərgah əfsanəsinin əsərinin oxunuşuna keçək. Qədim zamanlarda bir alim yaşayırdı. O, öz gözəl əməllərlə xalqın rəğbətini qazanmışdı. Deməli, bir alim yaşayırmış və həmin alim də öz gözəl əməlləri ilə, yəni xalqa fayda verməyi ilə, xalqın qulluğunda durmağı ilə xalqın rəğbətini qazanır. Alimin sorağı yaşadığı ölkənin hökmdarına da çatır. O saraya cəlb etmək məqsədi ilə alimi çağırtdırır və öz yanında qalmağı ona təklif edir. Alimi çağırtdırır, öz yanında qalmağı ona təklif edir. Deməli, alimin sorağı həmin alimin yaşadığı ölkənin hökmdarına çatır. Həmin hökmdar da saraya deməli, cəlb etmək məqsədi ilə alimi çağırtdırır və öz yanında qalmağı ona təklif edir. Bu, məsələn, yazılı xalq ədəbiyyatı nümunəsindən Vaqif dramı ilə belə bir sual verə bilər ki, hansı şifa xalq ədəbiyyatı nümunəsi, daha doğrusu ya da belə deyər, Cəhərgah əfsanəsi hansı xüsusiyyətinə görə Səməd Vurğunun Vaqif dramındakı xüsusiyyətlərindən oxşarlıq təşkil edir. Məsələn, yəni həmin hadisə, belə deyim, Vaqif dramında da var və Cəhərgah əfsanəsində də var. Hər ikisində var. Məhz bu xüsusiyyət, yəni belə deyim, hökmdar, həmin ölkənin hökmdarı alimi öz sarayına dəvət edir. Məqsəd odur ki, onu saraya cəlb etmək istəyir, onun yanında qalmağa təklif edir. Vaqif dramında da məhz Vidadini, Cavad xanın adamları, Cavad xan deməli, 2 elçi göndərib Vidadini saraya dəvət edir. Deməli, Vidadi onların dəvətini qəbul etmir. Eyni ilə bu Cəhərgah əfsanəsindəki alimdəki kimi onların dəvətini qəbul etmir. Yəni, bu, onların oxşar xüsusiyyəti kimi götürülə bilər. Sonra alim qərara gəlmək üçün möhlət istəyir. Hökmdar alimə 3 gün möhlət verir. Burada alim möhlət istəyir, amma Vaqif dramında Vidadi möhlət istəmir, elə həmin an onların cavablarını verir. Deməli, alim qərara gəlmək üçün hökmdardan neçə gün möhlət istəyir? 3 gün. Daha doğrusu möhlət istəyir, hökmdar isə ona 3 gün möhlət verir. Sonra, vaxt yetişəndə alim saraya gəlir və hökmdara deyir. Deməli, alim özü gəlir saraya, 3 gün tamam olanda alim özü saraya gəlir və hökmdara deyir. Böyük hökmdar,
Sizin sarayınız üçün dərin, dərrakəli alim lazımdır. Mən isə onların səviyyəsində dayana bilmərəm. Bu sözləri deyib alim qayıdır. Öz xeyirxah işləri ilə yenidən xalqa kömək etmək istəyir. Yəni, alimin hökmdara belə cavab verməkdə məqsədi olur ki, alim yenidən xalqın xidmətində dayansın, yenidən xalqın xidmətində dursun. Alim düşünür ki, əgər o hökmdarın sarayına getsə, onda xalqa xidmət eləməkdən məhrum olacaq. Ona görə böyük hökmdarın saray dəvətini qəbul etmir alim. Və alim hökmdara deyir ki, böyük hökmdar, sizin sarayınız üçün dərin, dərrakəli alim lazımdır. Alimin özü əslində dərin, dərrakəli idi. Sadəcə olaraq mədəni yoldan belə deyim də, onun təklifini geri çevirir. Və mən isə onların səviyyəsində dayana bilmərəm. Həm də burada alimin belə deyim, təvazökarlığını da görürük. Bu sözləri deyib alim qayıdır, öz xeyirxahişlərlə yenidən xalqa kömək etmək istəyir. Yəni, alim hökmdarın cavabını ona görə rədd edir ki, xalqa yenidən xidmət eləsin. Yenidən xalqın xidmətində dayansın. Alimin cavabı, yəni belə cavabı, eyni zamanda dik başlığı, açıq sözlü olması hökmdarı hirsləndirir. Yəni, hökmdarın qəzəbinə səbəb olan səbəb nə idi? Alimin cavabı idi. Yəni, alimin hökmdara qarşı diş başlığı və alimin hökmdara qarşı açıq sözlü olması hökmdarı hirsləndirir. Şah səxavətinin, firavan saray həyatının qiymətləndirilməməsini nankorluq hesab edir. Və şahın düşüncəsinə görə, yəni hökmdarın düşüncəsinə görə, hökmdarın alimə etdiyi təklif əslində səxavətliliyin, firavan saray həyatının belə deyim, nümunəsidir. Yəni, hökmdar fikirləşir ki, alim ona təklif olunan səxavəti, bu cür gözəl saray həyatın qiymətləndirmir və bunu da hökmdar nankorluq hesab edir. Alim tərəfindən olunan nankorluq hesab edir. Hökmdar vəziri yanına çağırıb, ondan alimin hərəkətinə tədbirlə cavab verməsini tələb edir. Deməli, hökmdar vəziri yanına çağırır, ondan alimin hərəkətlərinə tədbirlə cavab verməsini tələb edir. İndi bir şey deyim burada. Ağıllı uşaq nağılında hökmdara, yəni xana, belə deyək, məsləhət verən, yəni kəndin təlan olunması ilə bağlı xana məsləhət verən xanın baş məsləhətçisi olur. Amma Cahargah əfsanəsində isə hökmdara məsləhət verən məhz hökmdarın vəziri olur. Vəzir deyir, alimin əvvəlcə cahilliyini sübut edib, xalqın gözünə salmaq lazımdır. Yəni, sübut eləməli ki, alim əslində alim deyil, cahil insandır, sadəcə xalqı alladır. Vəzirin niyyəti çətin suallarla alimi çıxılmaz vəziyyətə salıb, xalqın gözündə kiçiltməkdir. Deməli, vəzirin niyyəti nə idi desək, çətin suallarla alimi çıxılmaz vəziyyətinə salmaq istəyirdi və bununla da alimi xalqın gözündən salmaq istəyirdi. Sualları hazırlamaq üçün vəzir 40 gün möhlət verir. 40 gün möhlət istəyir vəzir. Yəni, hökmdardan neçə gün möhlət istəyir? 40 gün sualları hazırlamaq üçün. Amma hökmdar alimə neçə gün möhlət vermişdi? 3 gün. Sonra 40 gün keçdikdən sonra suallar hazır olur. Hökmdar adamları meydana toplayır. Alimi çağırırlar. Hər şey hazır olur. Alim təmkinlə hökmdarı dinləyir. Hökmdar alimə deyir, sən öz əllaməliyinlə, əllaməlik alimlik deməkdir, amma belə deyim də fırıldaqçı alimlik. Xalqı aldadırsan, sən heç də alim deyilsən, sənə vəzirim suallar hazırlayıb, sən bu suallara cavab versən, alimliyini sübut etmiş olacaqsan. Alim cürətlə deyir, buyurun suallarınızı verin. Hökmdar vəzirinə işarə edir. Vəzir suallara başlayır və sual belə olur. Ulu dağın başından buraxılmış bir qoz Zümzümə bulağına qədər neçə dəfə fırlanır? Sual bu olur. Ulu dağın başından buraxılmış bir qoz Zümzümə bulağına qədər neçə dəfə fırlanır? Alim gülə-gülə deyir. Mən sualın cavabını verməyə hazıram. Siz isə Ulu dağdan Zümzümə bulağına qədər olan yolun nə qədər olduğunu, dağın nə qədər maili olmasını, bir də qozun həcmini deyin mənə.
Deməli, alim deyir ki, mən bu suala cavab verməyə hazıram. Siz isə mənə deyin, yol nə qədərdir? Yolun nə qədər olduğunu mənə deyin və dağın nə qədər maili olmasını mənə deyin. Nə qədər maili olmasını mənə deyin. Bir də qozun həcmini deyin. Cəmaət alimi cavabını alqışlayır. Hökmdar və vəziri alimlə bacarmayacaqlarını görüb məyus olurlar. Artıq sual vermək fikrindən vaz keçirlər və biabır olmaq istəmirlər. Biabır olmaq istəmədikləri üçün sual vermək fikrindən vaz keçirlər, belə deyim, hökmdardan vəziri. Yəni, səbəb bu idi. Deyər ki, niyə görə sual vermək fikrindən əl çəkdi hökmdardan vəzir? Çünki daha çox biabır olmaq istəmirdilər. Alim evə yollanır, ancaq onu evə getməyə qoymurlar. Başqa ölkəyə gedən karvana qoşurlar. Deməli, cəmaət, alim evə yollanır bu əhvalatdan sonra, amma cəmaət onu evə getməyə qoymur, başqa ölkəyə gedən karvana qoşurlar. Onlar yaxşı bilirlər ki, hökmdar bu heyfi alimdən çıxacaq. Məhz cəmaətin alimi evə qoymamağın səbəbi o olur ki, cəmaət çox yaxşı bilir ki, hökmdar bu heyfi alimdən çıxacaq. Məhz ona görə onu evə qoymurlar, elə başqa ölkəyə gedən karvana qoşurlar. Karvandakı hər dəvənin boynundan da bir zınqrov vardı. Alim karvan başçısına bildirir ki, əgər təklifini yerinə yetirsə, onlarla səfərə çıxmağa hazırdır. Deməli, alim karvana qoşulub başqa ölkəyə getməyi bir şərtlə qəbul edir ki, əgər karvanbaşı, deməli, əgər karvanbaşı zınqrovların yerini dəyişməyə alimə imkan versə, onda alim onların təklifini qəbul edəcək və karvana qoşulub başqa ölkəyə gedəcək. Kərvan başçısı təklifini soruşur, alim xahiş edir ki, dəvələrin boynundakı zınqrovların yerini dəyişməyə icazə versin. Kərvan başçısı alimin təklifini can başla razı olduğunu bildirir, ancaq səbəbini öyrənmək istəyir ki, yəni kərvan başçısı səbəbini öyrənmək istəyir ki, niyə görə bu zınqrovların yerini dəyişər? Alim dedi ki, mən zınqrovların səsindən ecazkar musiqi yaradacaq və bu bizi ölümdən qurtaracaq. Bəli, alim zınqrovları dəvələrin boynundan elə asır ki, dəvə hər addım atanda sanki mizrab bir neçə telə dəyir, zınqrovlar səsləndikdə onlardan yaranan musiqi dalğa-dalğa ətrafa yayılır, hamı alimin bu məharətinə heyran qalır. Gecə öz yuvalarına çəkilən quşlar musiqinin səsindən vəzdə gəlib karvanın üstü ilə uçurlar. Musiqinin səsindən onun dalğasına ağacların yarpaqları rəqs edir. Axşamdan bükülən deməli, güllər yenidən ləçəklənib ətrafa ətir saçır. Və sizə kimdən xəbər verim? Bu ölkənin hökmdarına. Saraya çatan kimi alimin onun hüzuruna gətirilməsini tələb edir. Deməli, cəmaət haqlıymışlar da öz fikirlərində. Həqiqətən hökmdar alimdən hələ də heyf almaq istəyir. Alimi nə qədər axtarırlarsa tapa bilmirlər. Hökmdar bir bölük atını karvanın dalınca göndərir. Atlılar karvana yetişəndə gözəl musiqi səsi eşidirlər. Bühuş olurlar. Dəvələrin yerişi ilə zınqrovlardan çıxan musiqi sədaları alimi aparmağa gələn atlıları karvana yaxınlaşmağa qoymur, əsir aparmağa gələnlərin özləri alimin yaratdığına əsir düşürlər. Burada mübaliğədən istifadə olunur. Birdən atlılar elə bil, yuxudan oyanıb görürlər ki, artıq başqa ölkənin ərazisindədirlər və alimi geri qaytarmaq artıq müşkül bir iş olduğunu görən dəstə əl-boş geri qaytarır. Deməli, dəstə niyə görə alimi geri apara bilmir? Həm alimi yaratdığı əsərin əsirinə çevrilirlər. Həm də ki, artıq başqa ölkənin ərazisində olduğu üçün alimi apara bilməzdilər. Sonra, indi buradakı məzmun formu ilə bağlı bəzi təhlilindəki bəzi xüsusiyyətlər fikir verək. Burada da əsər epik növdədir, Cahangir əfsanəsi və epik sözü epos sözündən də mənası danışmaq deməkdir. Janrı əfsanə janrıdır. Çünki burada əfsanə janrının xüsusiyyəti nə idi? Bayaq dedik ki, əfsanələrdə deməli, möcüzəvi, müasir insanın düşüncəsi üçün, yəni uydurma hesab olunan əhvalatlar danışılır
Məhz bu əfsanədə də məsələn alim zınqırovlardan musiqi səsini yaratmağı, sonra həmin alimə əsər aparmağa gələnlərin özlərinin alimin yaradıcılığının əsrinə çevrilmələri, bunlar hamısı qeyri-adi uydurma, deməli, belə deyim, əsərdəki uydurma xüsusiyyətlərdir, məsələlərdir, hadisələrdir və əfsanə janrında olmağını göstərən əlamətlərdən biridir. Hadisələrin təsvirində təhkiyə üsulundan istifadə olunur. Yəni, hadisələr danışmaqla çatdırılır. Təhkiyə nə idi? Danışmaq, nağıl etmək deməkdir. Yəni, hadisələr danışıq yolu ilə çatdırılır. Təhkiyə üsulundan istifadə olunur, yəni hadisələrin təsvirində. Əsərin vahid süjet xətti var ki, alim onun başına gələn hadisələr elə əsərin vahid süjet xəttini əhatə edir. Bu əsər güc sahiblərinin, ağıl sahibləri qarşısındakı məğlubiyyətini göstərir. Ağıl sahibi burada alim idi, güc sahibi isə hökmdar və onun əyan əşrəfi idi. Məhz alim öz ağlı hesabına, güc sahibi olan hökmdar vəzir və onun əyan əşrəfinə qalib gəlir. Deməli, bu onu göstərir. Şahda olan şahlıq qüruru alimin niyyətini başa düşməyə imkan vermir. Bəli, şahlıq qüruru nə idi? Şah deyirdi ki, özü, alim onun bu təklifini qəbul etməməklə əslində nankorluq eləyib. Yəni, alim bu cür saray həyatını, firavan yaşayışı qəbul etməməkdən şaha qarşı nankorluq hesab eləyir bunu şah və bu şahın bu qüruru alimin niyyətini başa düşməyə imkan vermir. Çünki alimin niyyəti o idi ki, qalıb yenə də xalqa xidmət eləsin. Alim düşünürdü ki, əgər saraya getsə, xalqa xidmət eləmək, belə deyim, öhdəliyindən uzaqlaşmış olacaq. Xalqa xidmət eləyə bilməyəcək artıq şahın sarayına düşsə. Məhz ona görə alim şahın bu təklifini qəbul etmir və xalqa xidmət eləməyə davam edir. Alim öz biliyini xalq, millət üçün sərf etməyi dəbdəbəli saray həyatından daha faydalı hesab edir. Özgəyə quyu qazan özü düşər. Yəni ki, məsələn, şahın vəziri alimin əlləməliyin, yəni cahilliyin sübut etməyə çalışırdılar ona suallar hazırlamaqdan. Amma alim onların suallarına cavab verdi və beləliklə alimə quyu qazmaq istəyən hökmdarla vəziri özləri həmin quyuya düşürlər. Yəni, özləri pis vəziyyətə düşürlər. Əfsanədə xalqın elm adamlarla olan məhəbbəti əks olmuşdur. Bəli, alim xalqa xidmət edirdi öz ağlı ilə, öz biliyi ilə və xalqa çox fayda verdiyi üçün xalq da şahla, hökmdarla vəzirin suallarını alim cavablandırdıqdan sonra alimi evə getməyə qoymurlar. Bilirlər ki, şah ondan belə deyim, qisas alacaq və şah alimi cəzalandıracaq. Ona görə xalq, cəmaət alimi evinə getməyə qoymur, onu başqa ölkəyə gedən karvana qoşub yola salırlar, elə yola salırlar. Yəni, başqa ölkəyə getməyə üçün köməklik göstərirlər ona. Deməli, belə çıxır ki, xalqın elm adamlarına olan məhəbbəti burada öz əksini tapdı elə bu hissədə. Yaşadığı yeri tərk etmək alimin fikri deyildi. Bəli, orada yaşayan cəmaatın fikri idi və alim də həmin başqa ölkəyə gedən karvanla getməyi şərtlə qəbul edir. Bu şərtlə qəbul edirəm ki, karvandakı dəvələrin boyundakı zınqırovların yerini dəyişməyə karvan başçısından icazə istəyir. O şərtdən ancaq karvana qoşulub başqa ölkəyə gedəcəyini deyir. Alim karvanla getmək üçün onların qarşısına şərt qoyur. Bəli, alimin ağlı, xalqın, bir də bir şey deyim, bu şərt məsələsi, bax, ağıllı uşaqda da şərt var. Həm ağıllı uşaqda xanın kənd cəmaatına, həmin xanın yaşadığı şəhərə bitişik olan kənd cəmaatına şərt olur. Yəni, kəndi bir şərtdən dağıtmaraq. Eyni zamanda Əhmədin xana qarşı şərt olur və eyni zamanda Caharki əfsanəsində məhz alim karvan başçısına şərt qoyur və o şərtlə karvana qoşulub başqa ölkəyə gedəcəyini deyir. Deməli, şərt məsələsi bu iki dediyimiz əsərdə, nümunədə var. Sonra bundan əlavə alimin ağlı, xalqın ona məhəbbəti, musiqinin seyri, haqqın və ədalətin qələbə qazanmasına səbəb olur. Deməli, qələbənin qazanmasına səbəb nə olur? Alimin ağlı olur,
xalqın alimə olan məhəbbəti və musiqinin sehri olur. Alimi əsir aparmağa gələnlər özləri alimin yaradıcılığının əsiri olur. Kəravandakı adamlar alimin arxasınca gələnlərin məğlub edir, fikri yanlışdır. Çünki burada heç döyüşdən söhbət getmir. Bu əsərdə ümumiyyətlə alim xalqın rəğbətini qazanmış. Necə qazanmışdı? Xalqa xidmət etməklə xalqın rəğbətini qazanmışdı. Ecazlar musiqi yaradır. Bəli, Cahargah musiqisini yaradır. Deməli, karvandakı dəvələrin boynundakı zınqırovların yerini dəyişməklə ecazlar musiqi yaradır. Cəsarətlidir, birbaşa şaha açıq şəkildə öz fikrini deyir. Sarayda yaşamaqdan imtina edən gözdə o adamdır. Bəli, sarayın firavan yaşayışını deməli, qəbul etmir və xalqa xidmət etməyi daha üstün tutur. Hökmdar alimi əlləməlikdə, yəni cahillikdə günahlandırır. Elmə, alimə qiymət verməyi bacarmır. Alimin cavabını nankorluq hesab edir hökmdar. Məqsədinə nail ola bilmir. Yəni, məqsəd o idi ki, alimi saraya dəvət etsin, alimi öldürsün, heç birisinə nail ola bilmir. Alimi xalqın gözündən salmağa çalışır. Buna görə alimə suallar hazırlayır vəziri. Vəzirdən alimin hərəkətlərinə tədbirlə cavab verməsini tələb edir və vəzirə bunun üçün 40 gün möhlət verir. Davam edirik Xan Sarayı əfsanəsi əsəri ilə. Xan Sarayı əfsanəsi. Bəli, əfsanələrin xüsusiyyətlərindən bağlı Cahargah əfsanəsinin əvvəlində məlumat vermişdim. Xan Sarayı əfsanəsinin əvvəlcə oxunuşuna həyata keçirək, daha sonra isə təhlildə bəzi məqamlara xüsusilə diqqət yetirərik. Şəki xanı bir gün ustanı yanına çağırıb deyir. Deməli, burada Şəki xanı xandan kimin adı? Şəki xanı deməli, bir gün ustanın yanına çağırıb deyir ki, qocalmışam, istəyirəm adımı əbədiləşdirəm, bir saray tikdirəm. Bunu Şəki xanı ustaya deyir. Gərək deməli, qocalmışam deyir, istəyirəm adımı əbədiləşdirəm, bir saray tikdirəm. Gərək dünyada ona bənzər ikinci bir saray tapılmasın. Bunu kim deyir? Bunu Şəki xanı deyir. Kimə deyir? Ustaya deyir. Deməli, Şəki xanı saray tikdirməkdə məqsədi nə idi? Məqsəd o idi ki, istəyirdi ki, özündən sonra bu dünyada onu əbədiləşdirən, onun adını əbədiləşdirən bir iz qoysun, saray tikdirsin. Və elə bir saray olsun ki, gərək bu dünyada ona bərabər ikinci bir saray tapılmasın. Mahir usta xanın qabağına şərt qoyur. Deməli, şərt qoymaq məsələsi ağıllı uşaqda da var ki, ağıllı uşaqda xan da cəmaatın qarşısında, kənd cəmaatın qarşısında şərt qoyur. Əhməd xanın qarşısında şərt qoyur. Bundan əlavə, Cahargah əfsanəsində deməli, alim karvan başçısının qarşısında şərt qoyur. Eyni zamanda Mahir usta da xanın qarşısında şərt qoyur. Əməyimi qiymətləndirsəniz, tikərəm. Şərti bu olur. Əməyimi qiymətləndirsəniz, tikərəm. Xan dərhal razılığını bildirir. Əgər saray ürəyimcə olsa, o qrup yaradan əlləri qızıla tutaram. Yəni, xan belə ustanın şərtini qəbul edir. Amma əməyi qiymətləndirmək dedikdə usta fərqli məqsəd güdür. Xan fərqli fikir söyləyir. Deməli, usta fərqli fikir, yəni fərqli formada fikirləşir əməyin qiymətləndirilməsində. Xan fərqli formada düşünür. Əgər saray ürəyində olsa, o qrup yaradanları qızıla tuturam. Qoca usta qoca xana etiraz edir. Nəyin etirazı nədir? Deyir, qızıl qiymət ölçüsü deyil. Yəni, deyir sana, o qrup yaradan əllərini qızıla tutaram. O, mənim əməyimi qiymətləndirmək demək deyil, xan. Mən istəyirəm ki, siz sənətə, sənətkara qiymət qoyasınız. Deməli, bu saray tikməmişdən əvvəl elə qoca usta xana öz etirazını bildirir əməyin qiymətləndirilməyi ilə bağlı. Xan ustaya söz verir. Usta şagirdlərini, yəni şagirdlərini başına toplayıb işə başlayır. Vaxt tamam olanda hamı gəlib saraya baxır. Vaxt tamam olanda hamı gəlib saraya baxır. Xan görür ki, usta doğrudan da möcüzə yaradıb.
Və 2 mərtəbəli binada o möcüzə nə idi? 2 mərtəbəli binada bir dənə də olsun mismar işlənməyib, əlvan rənglər, heyrət doğuran şəbəkələr divarlarda məhəbbət və qəhrəmanlıq dastanlarından götürülmüş süjetli şəkillər, günəş işığında bərq vuran şüşə günbəzlər əsl sənət incisi idi. Xan bunu görür və elə xana, belə deyim, xanı heyrətləndirən də bu olur. Sarayın gözəlliyindən olduqca məmnun qalan xan ustadan soruşur. Əhsən əllərinə, usta. De görüm, bundan da yaxşı saray tikə bilərsənmi? Xan sağ olsun, tikərəm. Xan marağını gizlədə bilmir. Bəs niyə mənim sarayımı bundan yaxşı tikməmsən? Hansı cəsarətlə bütün bacarığını, məharətini əsirgəmsən? Qoca usta qəzəbli xanın qarşısında susmur. Deməli, burada qoca usta cəsarətlidir. Cəsarətli olmaq xüsusiyyətinə görə Cahargah əfsanəsindəki alim də cəsarətli idi. Açıq şəkildə öz fikrini xana bildirdi. Eyni zamanda ağıllı uşaqda Əhmədi də cəsarətli kimi götürə bilərik. Çünki xanın qarşısında öz fikrini açıq şəkildə bildirə bildi. Xan sağ olsun. İnsanın, sənətkarın əməyini qiymətləndirəndə yaradan əllər qara daşdan sədəf düzəldər. Xan qəzəblənir. Qara daşdan sədəf düzəldir. Bu, yəni şifahi ədəbiyyat nümunəsidir. Belə deyim də, atalar sözü kimi götürülür. Düzarıcı qeyd olunmayıb, amma qara daşdan sədəf, yaradan əllərin qara daşdan sədəf düzəltməyi bir, belə deyim, hikmətamiz bir fikirdir. Xan qəzəblənir. Bəs sənə verdiyim bir ətək qızıl, siz mənə əmək haqqı vermişsiniz, amma sənətimə qiymət verməmişsiniz. Bu, saray tikməmişdən əvvəl xan deyir ki, mənə gözəl bir dənə saray tiksən, qrup yaradan əllərini qızıla deməli tutacam və burada qoca usta etirazını bildirir ki, qızıl, yəni qiymət ölçüsü deyil, mən istəyirəm sənətə, sənətkara qiymət verəsiniz. Eyni zamanda sarayı tikib bitirəndən sonra da xan deyir ki, mən sənə bir ətək qızıl vermişdim. Yenə də qoca usta öz fikrini yenə də bir növ təkrar edir ki, siz mənə əmək haqqı veribsiniz. Daha sənətimə qiymət verməyibsiniz. Xan qeyzini fərmana çevirir. Sən nankorsan, qədir bilməzsən. Deməli, xan qoca ustanı nankor, qədir bilməz adlandırır. Başqa hansı əsərdə nankor və qədir bilməz adlandırır xan? Cahargah əfsanəsində xan alimi deməli nankorluqda günahlandırır ki, yəni firavan saray həyatını qiymətləndirməməkdə, yəni nankorluqda günahlandırır. Sonra indi sənin o yaradan əllərini deyir, yaradan əllərinin başına bir oynatım ki, bütün ustalara, sənətkarlara da dərs olsun. Deməli, xan ustanın yaradan əllərinin başına bir oynatmaqla digər ustalara, sənətkarlara dərs vermək istəyir. Xanın əmri ilə qoca ustanın yaradan əllərini, bir ölkəni yaraşığa mindirən əllərini kəsirlər. Sən zalımsan, zülümkarsan. Bunu qoca usta xana deyir. Ancaq beləsi yaradan əlləri kəsə bilər. Onu bil ki, onun yaratdıqları intiqamı səndə qoymayacaq. Onların arasında rahat nəfəs ala bilməyəcəksən. Keyf işrət məclisi qura bilməyəcəksən. O binalar sənin deyil, mənimdir. Bunu deməli, qoca usta xana deyir. Onlar səni qəbir kimi sıxacaqlar. Xan ustaya istehza ilə gülür. Yaradan əllərini kəsdirmişəm. Onlar bir də qrup yarada bilməyəcəklər. Qoca usta əllərinin arasını unudur. Xandan betər istehza ilə gülür. Deməli, burada istehza ilə gülüşdən istifadə olunub. Sənə elə gəlir ki, mənim əllərimi kəsmişsən. Amma buna sənin gücün satmaz. İndi mənim əllərim şagirdlərimdədir, yəni şagirdlərimdədir. Məndən sonra onlar qrup yaradacaqlar. Elə bil onların qrup yaratmağı elə əslində mənim qrup yaratmağımdır. Gərək əvvəlcə dilini kəsəydim, sonra əllərini. Gec də olsa səmimi düzəldirəm. Deməli, burada xanın peşmançılığı var. Xanın peşmançılığı nədir? Xanın peşmançılığı odur ki, deyir, gərək sənin əvvəlcə dilin kəsəydim, sonra əllərini kəsəydim. Xanın peşmançılığı bu istiqamətdədir. Xan böyük tarixi abidələr yaradan bir sənətkarı öldürtdürür. Sonda xan sənətkarı öldürtdürür. Əsər epik növdədir, bəli. Epik növdədir və əfsanə janrındadır.
hadisələrin təsvirində təhkə üsulundan istifadə olunur. Yəni hadisələr danışılıb da, danışmaq ilə təhkə deməkdir. Əsərin süjet xətti var, bəli. Xanın, qoca ustanın başına gələn əhvalatlardan danışır. Xan zalimdir, zülmkardır. Bəli, ona görə də qoca ustaya zülm edir, zalimlik edir. Sənətə dəyər vermir. O xanın düşüncəsinə görə, yəni sənətə dəyər vermək ona xanın düşüncəsinə görə sənətə dəyər vermək elə ona yəni əmək haqqı vermək deməkdir. Və usta onu deyir ki, siz mənə sadəcə əmək haqqı verirsiniz də, sənətimə dəyər vermirsiniz. Oradan bilir ki, xan sənətə dəyər verən insan deyil. Usta işdə mahir, işində mahirdir, elə ona görə çox gözəl, qeyri-adi bir bina, saray ucaldır. Həqiqəti söyləməkdən də çəkinmir, birbaşa bütün xanın nə nöqsanları var, hamısını birbaşa üzünə deyir. Özündən sonra iz qoyan bir obrazdır xan. Bəli, bax bir şey var ki, özündən sonra iz qoymaq istəyən xandır, elə ona görə saray tikdirir. Amma özündən sonra iz qoyan isə ustadır. Elə bir saray tikir ki, özündən sonra, yəni o abidə yaşadıqca həmin o ustanın da adı yaşayır. Xan sənətin gücünün pul ilə ölçülmədiyini başa düşə bilmir. Və elə ona görə də yanlış qərar qəbul edərək ustanı öldürür. Xana görə sənətin gücü, yəni belə deyim, sənətə qiymətlə vermək, ona pul vermək deməkdir. Həmin o sənətkara belə deyim, əmək haqqı vermək deməkdir. Onun meyarı, xanın meyarı qızıldır. Amma qızıl usta üçün məqsəd deyil. Yəni usta burada qızıl istəmir, belə bir fikri yoxdur. Yəni usta deyir, əmək haqqı o saray tikdiyinə görə alır. Bu öz yerinə. Amma sənətə dəyər vermək başqa bir, belə deyim, xüsusiyyətdir. Başqa bir cəhətdir. Sənətə dəyər vermək həmin sənətkarı qiymətləndirməkdir. Onu, deməli, hörmət bəsləməkdir. Onun üçün, belə deyim, bir ölkəni abada çevirir həmin sənətkar. Qrup yaradan sənətkarı qiymətləndirmək lazımdır. Ona hər yerdə hörmət olunmalıdır. Hörməti saxlanılmalıdır hər yerdə. Hətta xanın sarayında belə. Xan ustaya qızıl verməklə onun əməyini qiymətləndirdiyini düşünür və usta deyir ki, sizin bu yanaşmanız doğru deyil. Siz mənə sadəcə əmək haqqı veribsiniz. Mənim əməyimi qiymətləndirməyibsiniz. Xan ustanın əllərini kəsdiyi üçün peşman olur. Niyə görə? Deyir, gərək əvvəl sənin dilin kəsəydim. Ona görə peşman olur. Usta xanın qabağında susmur. Cəsarətlidir. Buna görə ağıllı uşaqda Əhmədi, deməli, eyni zamanda Cahargah əfsanəsində alimlə ortaq xüsusiyyət kimi götürülə bilər. Yəni, cəsarətli olmağı xan, ustanın cəsarətli olmağı, bəli, yenə də deyirəm, ağıllı uşaq nağılında Əhmədlə ortaq xüsusiyyət kimi götürülə bilər, Cahargah əfsanəsində də alimlə. Sonra usta xanın vəd etdiyi qızılları vermədiyi üçün narazı qalır. Fikir yanlışdır, çünki qızılları verir. Artıq orada öz dilindən deyir ki, sənə bəs verdiyim bu bir ətək qızılları verir. Yəni ondan narazı qalır, fikir yanlışdır. Qoca usta şagirdlərinin onun peşəsini layiqincə davam etdirəcəyinə inanır. Öz dilinə ifadə edir ki, siz mənim qrup yaradan əllərimi kəsməklə mənim sənətkarlığıma son qoya bilməzsiniz. Çünki indi mənimdir o əllərim, şəhidlərimdədir. Yəni, mənim qrup yaradan əllərimin davamçıları mənim şəhidlərimdir. Usta əməyin qiymətləndiriləcəyinə inandığı üçün saray tikir. Elə bilir ki, həqiqətən xan onun əməyin qiymətləndirəcək, amma sonunda görür ki, xan onun əməyin nəinki qiymətləndirmək, hətta onu öldürür. Ustanın etirazı onun əllərinin kəsdirilməsinə səbəb olur. Belə əziz şagirdlər, bizim deməli, Xan Sarayı əfsanəsi ilə bağlı olan izahımız bundan ibarətdir. Sağ olun, növbəti dərslərdə görüşənədək.